Həmin namizədlərin içərisində Yeni Azərbaycan Partiyasının sədri, Yeni Azərbaycan Partiyasının namizədini imza almışdır. Artıq biz kəndlərimizdə belə görüşlərdə, belə yola harcada, 30'a yaxın kəndimizdə görüş keçirmişik. Bilirsiniz ki, 16 fevrialda Respublika ərazisində təbliğat kampaniyası başlamışdır. Biz də öz təbliğatımızı keçiririk. Yeni Azərbaycan Partiyasının bir rayon təşkilatının üzrə təbliğatımızı keçiririk. Yəni bununla əlaqədar sizə məlumat bildirdim ki, artıq 30 kəndimizdə biz görüşləri keçirmişik. Artıq o namizədlər də sizin hər birinizə məlumdur. Həftəlik 3 günləri ictimai kanalla bilirsiniz ki, namizədlərə efir vaxtı verilir. Həmin namizədlər efir vaxtından istifadə edirlər, özlərinin hər halda platforması, proqramını cəmiyyətə çatdırmalıdırlar. Yəqin sizin hamınız bilirsiniz ki, onların səviyyəsi hansı dərəcədir. Onlar yalnız bir-birinin qiybatını qırmayla məşğul olurlar. Bu xalqa, bu millətə gün ağlamaq fikrində deyirlər. Yəni ona biliyoruz ki, orada bizim Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyev alternativsiz liderdir. Yəni biz bunu nəyisə xatırına bir gözlər işlər əsasında görürük. Cənab İlham Əliyevin Respublikada gördüyü işləri illərlə sayılan belə tutala bilməsin. Bununla bağlı, yəni hər birinizin mətbuatdan, televizyondan, məlumatınızdan, yəni uzun zat danışıb sizin vaxtınızdan almaq istəmirəm. İcazə verin, sözü verək. Rayonumuzdan Milli Məclisə millət vəkili seçilmiş Rövşən Mirzəyevə. Rövşən müəllim buyurun. Və eyni zamanda Rövşən müəllim bizim tədbirdə iştirak elədiyinə görə mən hamımızın adından Rövşən müəllimi salamlayıram, ona minnətdarlıq bildirirəm və can sağlığı arzu edirəm. Növbədə mən qeyd edirəm ki, mənim üçün böyük şərəfdir sizlərlə bir yerdə olmaq və mənə yox, mən sizə minnətdarım, mən sizə təşəkkür edirəm. Ona ki, sizin hesabınıza mən böyük bir kürsüdə əyləşmişəm və böyük ürəyimdə olan işi həyata keçirə bilirəm. Minnətdaram mən sizə, Allah sizə can sağlığı versin, Allah sizə uğurlar. Bütün Azərbaycanı o günlərdən göl-gölə və sizin kəndiniz. Sizin kənd deyəndə ki, belə mənim də kəndimdir, mənim çox əziz olan bir kənddir. Dəfələrlə burada olmuşuq, sizlərlə görüşmüşəm, sizin problemləri də bəllidir, mənim üçün hər şeydən məlumatım da var. Amma bugünkü görüşümüz, bugünkü məqsədimiz ali bir məqsəddir. Azərbaycan bizim dövlətimizdir, bizim vətənimizdir, bizim ən böyük dəyərimizdir. Bu illəri Azərbaycanda siyasi bir ildir. Biz Azərbaycanda ölkə prezidenti seçkilərinə qatılırıq. Və təbii ki, mən də sizlərdən bir yerdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyə gəlmişim. Ölkə prezidenti Cənab İlham Əliyevi dəstəkləyirəm. Azərbaycan xalqının bir dəstəkləyirəm. Mən Azərbaycana hər birimiz mən də bağlıyam və mən Azərbaycanı, vətənimizin uğurlarına sevinirəm, onun gələcəyinə inanıram. Gün mövcud olan bəzi problemlərlə bərabər ən böyük problemimiz Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı məsələyə çox inanıram, qəbul olunacaq. Əliyevin dəstəkləməsi ilə Azərbaycanda bu məsələləri biz hamısını həll edə biləcəyik. İlham Əliyevin dəstəkləməklə biz yenidən Ulu Öndər Heydər Əliyevin siyasətinə dəstək veririk və beləliklə də Azərbaycanın gələcəyinə dəstək veririk. Buna görə də mən hər birinizə müraciət edərək sizlərə xahiş edirəm, ayın 9 oktyabrda mütləq qaydada seçkiyə qatılasınız və öz səsinizi düşünərək bir mənalı olaraq ölkə prezidenti Cənab İlham Əliyevi dəstəkləyəsiniz. Bu bizim üçün çox vacib. Bu günləri burada bunu danışmaq təbii ki, mənim üçün şərəfdir. Eyni zamanda düşüncə kasabdır, hər birimizin durub 9-unda gəlməyi, oktyabrın 9-unda seçilməyi. Amma bunun böyük mənası var. Hər birimiz
hər bir Azərbaycan vətəndaşı, hər bir Azərbaycanda yaşayan insan, hər bir seçici öz mövqeyini bildirməklə Azərbaycanın biraz da güclənməsinə təkan verir. Belə məsələ deyil. Bu Azərbaycanın vətəndaş cəmiyyətinin qüvvəti, vətəndaş cəmiyyətinin gücü ümumilikdə bizim hər birimizin gücüdür, bizim dövlətimizin gücüdür. Bu seçkilərə dünyanın bir çox yerlərindən müşahidəçilər qatılacaqdır və mənim şübhəm yoxdur ki, Azərbaycan xalqı Göygöldən tutmuş, Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxtımızda olduğu kimi Şuşəbə kəndinin sakinləri də dəstəkləyəcəklər cənab prezidenti. Eyni zamanda biz dünyaya göstərməliyik ki, biz nə qədər birik və nə qədər öz vətənimizə, dövlətimizə bağlıyıq və mən tam əminəm ki, hər birimizin qəlbində Ulu Öndər Heydər Əliyev bu günləri də var, sağdır və Heydər Əliyevin siyasəti yaşayır, yaşayacaq da. Ona görə biz Azərbaycanı çox. Biz birlikdə seçkiyə qatılanda dünya ictimaiyyəti görür ki, biz nə qədər düzgün seçim edik. Ona görə ki, Azərbaycan xalqı heç bir zaman arxaya addım atmayacaq. Azərbaycan xalqı ikinci dəfə bir müstəqilliyimizi əldə edəndən sonra yaşadığımız günləri də xatırlayır. Mən xahiş edərdim ki, biz heç bir zaman o günləri yaddan çıxartmayaq. Çünki biz yaddan çıxartsaq gələcəyimizi də əldə edə bilmərik. Həmin dövrdən xalq ayağa qalxıb Ulu Öndəri təkidlə hakimiyyətə dəvət etdi və 93-cü ilin iyun ayından sonra Azərbaycanın parçalanmağı, Azərbaycana qarşı olan düşmən mövqeyində dayanan Ermənistanın apardığı siyasətin qarşısında bir Heydər Əliyev dayandı və təbii ki, o da öz xalqına arxalanıb bunu edir. Bu günləri də həmin siyasət yaşayır və həmin siyasəti ən layiqli davamçımız, bizim liderimiz, ölkə prezidentimiz Cənab İlham Əliyev aparır. Ona görə də biz bir daha bu dəstəyi verməliyik Azərbaycanın gələcəyindən ötürü. Əgər biz bu günləri düşünsək ki, hər hansısa bir problemimiz bu günləri var, Cənab İlham Əliyevin ətrafında sıx birləşməklə Azərbaycan ərazi bütövlüyünü təmin etmiş olacaq. Mən sizə bunu tam səmimi, tam birmənalı və müəyyən qədər, təbii ki, sizin dəstəyiniz hesabına fəaliyyətimdə görürəm ki, nə böyük nüfuza, hansı böyük hörmətə layiqdir bizim ölkə prezidentimiz dünya ictimaiyyəti qarşısında, aparıcı dövlətlər qarşısında. Məhz bu cür siyasi uğura imza atmış insanlar Azərbaycan kimi dövlətin rəhbərliyinə layiq olan insanlardır və biz bir daha bunu etməliyik. Mən inanıram ki, hər bir Azərbaycanlı, o cümlədən bizlər, burada yetişən insanlar arzulayır ki, Göygöl rayonunu Sarısu kəndindən tutmuş, Daşkəsənin Asraf kəndindən tutmuş, düz Qusara qədər, Lənkərana qədər, digər bizim bölgələrimizə qədər və təbii ki, hər birimizin fəxr etdiyimiz paytaxt Bakı ilə hər bir uğuruna biz sevinirik, hər bir uğurunu biz gündəlik gözləyirik və mən də arzu edirəm ki, biz bu imkandan istifadə edə bilək və ölkə prezidentinin fəaliyyəti nəticəsində Azərbaycanı biraz da böyük uğurlara apara bilər. Bilirsiniz ki, Azərbaycan bu günləri regionda lider dövlətdir. Bu da bizim hər birimiz üçün böyük fəxirdir. Biz hər birimiz bilirik ki, köhnə SSR məkanından olan 15 dövlətdən ən inkişaf etmiş dövlət Azərbaycandır. Heç bir dövlət Azərbaycanda olduğu qədər bütün bölgələrdə eyni zamanda inkişaf edən bir dövlət yox. Mən sizə bunu tam səmimi deyim. Siz bunu açıq-aşkar bilin. Nə Rusiyasında, nə Ukraynasında, nə də digər dövlətlərdə
böyük mənada belə quruculuq işləri yoxdur. Böyük mənada vətəndaşlar üçün çalışan işlər yoxdur. Biz bunların hamısının qədrini bilməliyik, biz bunları düşünməliyik və biz çalışmalıyıq ki, Azərbaycanın vətəndaş cəmiyyəti biraz da güclənsin. Onun güclənməyi bizlərdən asılıdır, bizlərin vətənlə bağlı, apardığımız işlərlə bağlı. Buna görə də mən bir daha sizlərə müraciət edirəm. Çox yaxşı ki, biz burada məktəbin qarşısında yürüşmüşük. Gənclər də burada var. Mən arzu edirəm ki, bu məktəbin şagirdləri gələcəkdə də seçici olsunlar və öz mövqeylərini bildirə bilsinlər. Biz bunları etməklə Azərbaycanın ən böyük problemini həll etmiş olacaq. Mən sizlərə bildirmək istəyirəm ki, Azərbaycanın bugünkü uğurları heç də ətraf qonşularımız, digər dövlətlər tərəfindən dəstəklənmir. Azərbaycana qarşı böyük təhdidlər var. Ona görə ki, bölgədə Azərbaycana qarşı düşmən mövqeyində olan Ermənistan var. Bu günləri Ermənistanın siyasəti davam edir, işğalçılıq siyasəti davam edir və bu işğalçılıq siyasəti Ermənistan təbii ki, Azərbaycana rəqib deyil. Heç bir zaman olmayıb, heç bir zaman da ola bilmir. Azərbaycan Ermənistandan dəfələrlə güclüdür, dəfələrlə qüvvətlidir və dəfələrlə bizim xalqımız öz vətəninə bağlı xalq. Amma başqa dövlətlər hesabına Ermənistan Azərbaycan ərazisini işğal edə bilir və büyünə qədər də işğal altında saxlayır. Mən inanıram ki, heç bir Azərbaycanlı, o cümlədən də Üçtəpə kənd sakini Azərbaycan ərazi bütövlüyü təmin olunmayana qədər sakit dayanmayacaq və hər birimiz bacardığımız qədər öz imkanlarımızdan istifadə edib bu məsələ ilə bağlı işlərimizi aparacağıq. Amma bunu əldə etməkdən ötə ən vacib amil ondan ibarətdir ki, Cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməyi biz bacarmalıyıq. Biz öz mövcudluğumuzu bildirməliyik. Dünya ictimaiyyəti bunu görməlidir, eşitməlidir və apardığımız uğurlu siyasət buna nail olacaq. Azərbaycanın siyasi mövqeyi, Azərbaycanın iqtisadi qüdrəti bu günləri dünyada bəllidir. Biz bunların hamısı fəaliyyətimiz dövründə görürük, oxuyuruq, başa düşürük. Eyni zamanda əgərləri biz keçmişə nəzər salsaq, 90-cı illərin əvvəllərində olan Azərbaycan silahlı qüvvələrin vəziyyətinə baxsaq və bugünkü silahlı qüvvələrə baxsaq, biz bu fərqi çox asanlıqla görə bilərik. Eyni zamanda mən sizə bildirim ki, köhnə SSR məkanında Rusiya ilə Ukraynanı, Belarusiyanı çıxmaq şərti ilə yeganə dövlət Azərbaycandır ki, Azərbaycanda müdafiə sənayesi nazirliyi ilə yaranır. Bu da heç də belə deyil, bu düşünülmüş siyasətdir. Bununla Azərbaycan həm özünü ərazi bütövlüyünü təmin etməkdən ötəri, özünü silah-sursatla təmin etməkdən ötəri, eyni zamanda dünyaya göstərir ki, biz uzun müddətli mübarizəyə də hazırıq. Bu siyasət bizim üçün ən bəyənilən siyasətdir. Bu siyasət gündəlik fəaliyyətində həyata keçirilən insan bizim liderimiz Cənab İlham Əliyevdir. Və mən sizə bir daha xahiş edirəm ki, öz mövqeyinizi bildirəsiniz. 9 oktyabrda seçkilərə qatılasınız. Azərbaycanın bugünkü gününə, Azərbaycanın gələcəyinə öz mövqeyinizi bildirəsiniz. Bu, həm sizin üçün vacibdir, həm bizim üçün vacibdir, həm bütün Azərbaycan üçün vacibdir, həm də bizim əziz vətənimiz üçün vacibdir. Biz hər birimiz inanmamalıyıq ki, seçkidə kimsə gələcək, kimsə gəlməyəcək. Hər birimiz fərdi qaydada özü iştirak eləməyi bacarmalıdır, özünün vətəninə, doğma torpağına öz töhfəsini verməyi bacarmalıdır. Seçkiyə qatılarkən siz düşünməlisiniz ki, hansı siyasətə siz səs verirsiniz, nəyə görə səs verirsiniz və bunları düşünəndən sonra yeganə bu uğuru qazanan
Heydər Əliyev siyasətini dəstəkləməyə, cənab prezidentə səs verməyə sizi dəvət edirəm. Mən bu günləri çox şadam sizlərlə bir yerdə yenidən olmağa. Hər zaman sizin dəvətinizlə, çağırışınızla, tapşırığınızla mən bura gəlməyə hazıram. Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam. Mən fəxr edirəm ki, mən Ulu Öndər Heydər Əliyev dövründə yaşamışam. Mən fəxr edirəm ki, mənim liderim Məsud Əməliyevdir. Və mən inanıram ki, daimi bu belə olacaq. İlham Əliyev həmişə lider kimi qalacaq. Ona görə ki, xalqın tərtibini çəkir. Ona görə ki, hər bir cəmaət xalqın üzvünün prezidentidir. Onun istəyi bizim uğurlarımızdır. Onun istəyi hər bir Azərbaycanlının xoş yaşamasıdır. Ondan ötəri də Azərbaycanın iqtisadiyyətinə bir belə güc, təkan, qüvvə, fikir, birlik, bacarıq, nə var hamısı ortalıqdadır. Bizim də əlimizdən gələn odur ki, bu siyasəti dəstəkləyir. Mən inanıram ki, Üçtəpə kənd sakinləri də bu məsələyə birgənə qalmayacaqlar və oktyabrın 9-da bütün Azərbaycan xalqı kimi məhz bir lideri də dəstəkləyir. O ki, qaldı, qeyd olunan digər namizədlərdən, təbii ki, hər bir insan hansısa uğuru əldə etmək istəyir, amma bunu bacarmaq lazım, bunu bilmək lazım. Siz onu da bilin ki, Azərbaycan xalqının ən böyük varlığı onun azadlığıdır, onun müstəqilliyidir. Ulu Öndər Heydər Əliyev demişdi ki, müstəqilliyi əldə etmək asaddır. Bəli, doğrudan da biz nəzər salsaq, SSR dağıldı, Azərbaycan və digər 15 dövlət müstəqilliyini əldə etdi. Amma onu qorumaq, onu saxlamaq çox çətindir. Bax, bu günləri ölkə prezidenti başda olmaqla bu müstəqillik, bu azadlıq qorunur, saxlanılır. Gələcəkdə də bizim bax, bu şagirdlərimiz, gələcək nəsillərimiz bunu etməyə bacarmalıdır. Bundan ötəri də burada yığışdığımıza görə mən bir daha bizim şagirdlərə, çox hörmət etdiyimiz müəllimlərə müraciət edib bildirmək istəyirəm ki, bunu etməkdən ötəri yalnız və yalnız bilik əldə etmək lazım. Bu biliyi olan insan Azərbaycanı öz dövlətində edə biləcək. Buna görə də bizim gələcək nəsil yaradılan şəraitdən istifadə etməlidir. Azərbaycanda iqtisadi uğurlar hesabına həm Azərbaycan həcmində məktəblərin tikilməsi, ali məktəblərin tikilməsi, həm də həmin imkanlar hesabına dünyanın aparıcı ali məktəblərdə oxumaq şəraitindən Üçtəpə kəndin şagirdləri yararlanmalıdır. Biz də çalışacağıq ki, həmişə yardımcı olun. Mən sizə bir daha təşəkkür edirəm bura gəldiyinizə görə. Bir daha təşəkkür edirəm sizlərə ki, varsınız. Çox sağ olun və inanıram ki, hər biriniz 9 oktyabrda öz vətəndaş borcunuzu verə biləsiniz. Diqqətinizə görə çox sağ olun, minnətdaram. Sualınız olarsa, mən təbii ki, onu təşəkkürləməyə, cavablandırmağa hazırım. Sağ olun. Hörmətli Rövşən müəllim, çox sağ olun. Öz dəyərli tövsiyələrinizi bu günləri bizimlə görüşdünüz. İcazə verin bir daha hamımızın adından Rövşən müəllimin dəyərli fikirlərini bizlə bölüşdüyünə görə Rövşən müəllimi xoş arzularınızı yetir. Rövşən müəllim, mən bir də bir şey bildirmək istəyirəm ki, Göygöllər həmişə Heydər Əliyev siyasətini dəstəkləyiblər. Bugün də bizim o keçirdiyimiz görüşlər bizə əsas verir, deməyə əsas verir ki, bütün görüşlərin hamısında fikirlər eynidir, bir mənalı, hamı Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevi dəstəklədiyini bir mənalı vurğulayırlar. O cümlədən Üçtəpə kəndi də həmişə bizim iqtidar yönümlü kəndimizdir. Bunlar həmişə iqtidarı dəstəkləyənlərdir, həmişə Heydər Əliyev siyasətini dəstəkləyənlərdir və İlham Əliyevi həmişə xarici daxili siyasətini bəyənən insanlardır. İcazə verin, söz verək, Yap Göygölləri təşkilatının təbliğat qrupunun üzvü Şəfiqə Vəliyev. Hörmətli tədbir iştirakçıları, hamımızın bildiyimiz kimi 9 Oktyabrın 2012 prezident seçkiləri. Bugün
Azərbaycanımızı, xalqımızı həmin yüksək səviyyələrdə təmsil edən, yüksək insani keyfiyyətlərə sahib olan, xalqımızın ümumi lideri, Heydər Əliyevin layihəli davamçısı cənab İlham Əliyev. Heydər Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində bir çox davalardan xilas edilmiş Azərbaycan Respublikası mülki və mandat üzərində inkişaf edən, gündən günə yeniləşən, həyatımızın bütün sahələrində uğur qazanan dövlətə çekilir. Biz hər birimiz bu dövlətin vətəndaşı olmuşdan rəsmidir. Respublikamızın hər bir şəhər, rayon, qəsəbə, kəndlərində quruculuq, abadlıq işləri həyata keçirilir. Göstərilən işlər cənab İlham Əliyevin şəxsi hüquqları nəzarəti güdən verilməkdir. Təhsilimizdə, idmanda, səviyyədə, incəsənətdə, sosial problemlərin həllində və digər sahələrdə əldə olunur. Yüksək uğurlar birbaşa canan ailələrlə, müharibə əlillərlə, veteranlarına, məcburi daxmaları və kimsələrə cənab İlham Əliyevin layihəsi və Seçki-qabaqı keçirilən bu təmili görüş bir daha onu göstərir ki, Azərbaycan xalqı öz müdrikliyi ilə tarixin sınaqlarından həmişə üzə axışmış və öz xoşbəxt gələcəyini qürurla daim etmiş. Son 10 il ərzində göy göllər tərəfindən səsləndirilən xoş gələcəyə doğru inamla, hamla şüarı Heydər Əliyevin isminə, İlham Əliyevin şəxsiyyətinə olan böyük inamlı məhəbbətin əsasıdır. Bugün də bu şüar hər bir gəncimizin dilində əlqab olaraq növbəti prezident seçkilərində əsas şüar kimi səsləndirir. 9 oktyabr 2013 tarixində bütün Azərbaycan xalqı ilə birlikdə göy göllərlə, şəhsətli qarlıqlar, prezident seçkilərində iştirak edəcək, öz səslərinin layiqli namizədimiz İlham Əliyevdir. Söz verilir kənd daşsatqaları adından Aydın Teymirova. Xahiş edən buyurun. Öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin xalqından xoş vəziyyətdə. Bəli, həmin vaxtdan illər keçir və həqiqətən də ölkəmizdə görülən işlər görülür. Bu işlər mədəniyyət sahəsində, iqtisadiyyat sahəsində, siyasətdə, elmdə və başqa sahələrdə bildirir. Vaxt azlığına görə mən sahələrə toxunmayacaq, lakin təhsil sahəsində görülən bəzi işləri nəzərdə tuturam. Məktəblərin əsaslı təmin olunmasında, yeni məktəblərin tikilməsində, məktəblərin maddi texniki bazasının yaradılmasında İlham Əliyevin prezidentliyi dövründə böyük işlər görülür. Yoldaşlarımız bəyanları məktəbimizdə olan problemlərə toxunmuşlar və ümumiyyətlə gələcək problemlərlə kəndimizdə və müasir kəndlərə cavab verən yeni standartlara uyğun məktəbimizə daxil etmişdir. Ümumiyyətlə, İlham Əliyev təhsilini əsasən orta təhsilini
ödənişli olmasını, ödənişsiz olmasını təklif edən, şagirdlərin dərsliklərlə təmin edən bir prezidentdir. İlham Əliyev prezident seçkilərindən sonra ümumi təhsil məktəbləri üçün xüsusizlər üzrə müasir səviyyəsində yeni dərsliklərin hazırlanması və şagirdlərə xüsus paylanması məsələləri ilə 2003-cü ilə qədər Azərbaycanda yalnız ibtidai siniflər xüsus dərsliklərlə təmin olunmuşdur. Lakin 2003-2005-ci illər üçün Azərbaycanda proqram çərçivəsində 1-ci və 11-ci siniflər üçün olan dərsliklər nəşr olunmuşdur və bu dərslikləri hər il yollarla maraqlılardır və bizim şagirdlərimiz xüsus dərsliklərlə və xüsus təhsil haqqı ödənmədən təhsil alırlar. Prezident İlham Əliyev təhsil inkişafının əsas istiqamətləri müəyyən edərkən informasiya və kommunikasiya texnologiyaları bunlar üçün məlumat mərkəzi, elektron təhsil bazası, vaxtlı təhsil portalı səmərəli istifadəni təmin edir. Həyatimizin bütün sahəsini əhatə edən elektron hökumət portalı yaradılmışdır. Hansı ki, bizim hər birimiz, ola bizim çoxlarımız da bundan məlumatsızdır. Dövlətin bütün xidmətlərindən elektron hökumət vasitəsilə portalda müxtəlif üsullarla qeydiyyatdan keçməklə və yaxud elektron imza almaqla bütün xidmətləri biz internet üstü hansısa dövlət məmuru ilə belə əlaqə yaratmadan, yəni internet virtual əlaqə yaratmaqla istifadə edə bilərik elektron hökumət portalı. Yəni hökumət portalı cəhətdir, mən bunlar haqqında tam məlumat verirəm. Azərbaycan Respublikasının Təhsil Şurası Azərbaycan Respublikasının prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə dövlət proqramını təsdiq edilmişdir. Bu proqram əsasında həmin ildən bəri proqram üzrə xaricdə təhsil alan çox gənclərimiz vardır. Sevindirici haldır ki, bizim bu il məktəbimizin məzunu olan Elşin Həsənov həmin proqram daxilində İngiltərəyə təhsil, həmin proqrama düşüb və o təhsilini İngiltərədə davam etdirmək imkanı əldə etmişdir. Bundan başqa, Cənab İlham Əliyevin Respublikamızın rəhbərliyi dövründə bütün bölgələrdə abadlaşdırma və yeniləndirmə işləri aparılmışdır və hal-hazırda da davam edir. Bu abadlaşdırma və yeniləşmə işləri bizim Respublikamızın paytaxtı olan Bakı şəhərindən tutmuş ən uclar rayonlarımıza davam edir və mən bunu öz gözlərimlə gördüyümdən görə sizlərə deyirəm. Bakı şəhərində yeni zavodlar tikilir, ticarət mərkəzləri tikilir, elm mərkəzləri inşa olunur, idman kompleksləri tikilir, nəinki Bakı şəhərində, müxtəlif bölgələrimizdə. Hətta bizim Ucqar dağ rayonlarımızda, məsələn, Daşkəsən rayonunu deyə bilərəm, hansı bir mən orada olmuşam. Orada dağlarda illərlə keçilməz olan yollar çəkilir, həmin yollar asfaltlaşdırılır. Mən həmin rayonda olarkən həmin videomu hazırladım və kənd sakinləri ilə görüşdüm və kənd sakinləri hamılıqla kəndin bələdiyyəsindən tutmuş, kənd səhədəsəlliyindən tutmuş adi sakinlər kimi İlham Əliyevin dəstəklədiyini və ümumiyyətlə bu işə çox yüksək qiymət verdiklərini dedilər və orada məqalədə yazmışam. Mən sözlə Heydər Əliyevin sözləri ilə məşğullaşacağam. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim aklım çatdıra bilmədiyim tale yükü məsələləri, planları sizin köməyiniz və dəstəyinizlə
Hörmətli Təpəkən sahib. Mən sizə minnətdarım. Həmişə də demişəm, deyəcəm də bütün göl-göllərə daşıyacam. İndi bax, burada özümüzün və burada məktəb haqqında məsələləri qaldırdılar. Bu məsələ hər dəfə biz burada olanda danışırıq. Yəni, bunu bizim üçün bəllidir. Bu məktəbə vaxtıyla imkan daxilində bizim dəstəyimiz də olur. Amma niyə Üçtəpə kəndi bu günləri məktəbi yenidən qurulmuyor? Mən öz bildiklərimi sizə çatdırmaq istəyirəm. Vaxtıyla Azərbaycanın heç bir rayonunda, heç bir kəndlərində Biz hamımız seçki məntəqələrində gedib, özümüzün, balalarımızın, xalqımızın gələcəyinə səs verəcək, İlham Əliyevə səs verəcək. Burada da tədbirimiz bağlı elan olunur. Çox sağ olun, gəldiyinizə görə.